19-cu əsrin başlarında biz bilirik ki, Qacarlar dövləti tam olaraq keçmiş sətələri bərpa edə bilmədi və Azərbaycanımızın bir hissəsi və indi Azərbaycan Respublikası adlanır. Əslində Azərbaycan Respublikası da həmən Azərbaycanın tam hissəsi deyil, yəni Azərbaycan. Onun da bir hissəsidir. Çünki əlbəttə İrəvansız, Dərbəndsiz, Borçaqsız Azərbaycan ola bilməz. Ancaq yəni nəyə görürsən? Biz Çarlıq Rusiyasında müəyyən bir mərhələ keçdik. Azərbaycan indiki mən 10 milyonluq xalqımız üçün deyirəm, 40 milyonluq xalqımız üçün də deyəcək sözlərimiz var. Biz bilirsiniz, Çarlıq Rusiyası və Sovet Rusiyasında bizdən öncəki təhsil haqqında belə bir fikir, elm və təhsil haqqında belə bir fikir formalaşdırmışlar. Molla, axund, mədrəsələr, bunlar hamısı faydasız olurdur və s. Əslində bu doğru deyil. Bizi ənənəmizi qırdılar. Ənənəni qırdılar. Yəni, Çarlıq Rusiyasının verdiyi elm və təhsil, Sovet Rusiyasının verdiyi elm və təhsilə nisbətdə bir qədər liberal deyil. Bunu da öz səbəblər var. Mən bunu orada toxunmaq istəmirəm. Çarlıq Rusiyasının Azərbaycanda yetişdirdiyi kadrlar, bəzən mən belə deyəndə deyirlər ki, yəni həmən kadrlar əlbəttə çox önəmlidir. Fürdün bəy Köçərlilər, Bəkir Çobanzadələr, Məhəmməd Əmin Rəsulzadələr, Əli bəy Hüseynzadələr və başqa böyüklərimiz o Çarlıq Rusiyasında təhsil aldı. Peterburqda da təhsil alan oldu, Moskvada da təhsil alan oldu, Kazanda da. Ancaq mən həmişə belə düşünmüşəm, bu mənim düşüncəmdir. Çarlıq Rusiyasının Azərbaycan xalqına verdiyi təhsil şübhəsiz ki, imperiyanın maraqlarına uyğun bunu edirdi. Və biz bütün bunlara baxmayaraq, hər halda Çarlıq Rusiyası, bilirsiniz, baxın, biz deyirik ki, nə yaxşı ki, o zaman bir adlandırır, Rus-Tatar məktəbi açdılar. Rus-Tatar məktəblərin, ora bir adlandırırlar, Rus-Tatar adlandırırlar.